Bu balaca toxumun qaraciyər üçün ən məşhur bitkilərdən biri olduğunu bilirdiniz. Qanqal, yəni ala qanqal toxumu əsrlərdir xalq təbabətində istifadə olunur. Tərkibindəki silmarin adlı maddə qaraciyərin hüceyrələrini qorumağa və onların bərpasını dəstəkləməyə kömək edir. Buna görə də qaraciyərin yağlanması və toksinlərdən qorunma mövzularında tez-tez xatırlanır. Bundan əlavə güclü antioksidant təsiri ilə orqanizmi sərbəst radikallardan qorumağa dəstək ola bilər. Amma unutmayın, bu toxum dərman deyil və hər hansı bir xəstəliyin müalicəsi üçün həkim məsləhəti olmadan istifadə edilməməlidir. Daha çox videolar üçün kanalımıza abunə olmağı və videomuzu bəyənməyi unutmayın. Sağ olun.